Photoshopda tipoqrafikanın əsaslarına həsr elədiyimiz ilk dərsimizdə, bu dərsimizin birinci hissəsində Type Tool və Character pəncərəsi və şriftlə işləməyi öyrəndik və bu nəzəri bilikləri çox sadə, qabaqcadan planlaşdırdığımız bir posterdə sürətlə tamamlayaq. Müştəri bizə mətn verib, başlıq, informativ blok və 3-cü dərəcəli bir informativ mətn. Başlığı kopyalamışdıq, yenə Type Tool-u götürək, tıklayaq, Ctrl-V və götürək, mətn yazıb qurtardıqdan sonra da Move tool götürmək yaddan çıxmasın. Eyni qaydada bunu select elədik, Ctrl-C, gəldik bura, Type Tool, tıkladıq, Ctrl-V və Move tool. Əlimizin altında content var, artıq sürətlə dizayna davam edə bilərik. Mən artıq qabaqcadan faylı save eləmişdim, ona görə sonradan dəyişiklik olduqca Ctrl-S-də basmaq yaddan çıxmasın ki, dəyişikliklər faylın üzərinə əlavə olunsun. Ümumiyyətlə bir dizayn prosesində səhifə tərtibatı təsadüflər əsasında olmayacaq. Düzdür, nəzəri cəhətdən bu da ola bilər, amma müəyyən bir üslub, müəyyən bir bələdçi xəttlər bizə lazımdır. Biz buna deyirik qaydlar və ya gridlər. Ən azından bizim posterdən kənarda müəyyən qədər təyin olunmuş bir boşluq lazımdır. Kənar boşluqlar, margin adlandırdığımız boşluqlar. Hansı ki, bu dizaynda sanki bir görünməz çərçivə rolunu oynayacaq. Həmin o xəttləri, bələdçi xəttləri formalaşdırmaq üçün biz gedirik Window, biz gəlirik, daha doğrusu View, Guides və New Guide Layout bölməsinə girdiyimiz anda sonuncu dəfə istifadə etdiyimiz hansısa tutaq ki, bir şablon ya da özümüzün təyin etdiyimiz bir göstərici bura daxil olur. Bizə hələlik ki, sütunlarla işləmək lazım deyil, biz sadəcə kənardan məsafə təyin etmək istəyirik və s. Margin bölməsini aktivləşdirdik. Kənardan məsafəyə gəldikdə isə bu artıq bir balaca praktika məsələsidir. Yəni 20 piksellik məsafə təyin olunub, amma çox azdır. Yəni mən bu məsafəni artırmaq istəyərdim. Məsələn, bir 100 piksel təyin eləsək, kifayət qədər maraqlı, ən azından bu nisbət üçün praktik olacaq bir boşluqdur. O zaman ilə 100 pikseli hər bir xanaya daxil edə bilərik. Bir xanadan o birisinə keçmək üçün hər dəfə mouse-la bu şəkildə tıklamağa ehtiyac yoxdur. Tabı basdıqca klaviaturada sağa doğru ya da aşağı doğru xanaların yerini dəyişirik. Aktiv xanaların Shift tabla bir yerdə isə geriyə doğru qaydırıq. Hər tərəfdən 100 piksellik bir margin verdim. Təsadüfən Helvetica yazısı bizdə elə bu 100 piksellik margin içində olacaq. Biz Helvetica tipli İsveçrə tipoqrafik üslubunda hazırlanmış posterlərə baxsaz, orada görəcəksiniz ki, mətnə bir mətn kimi deyil də daha çox bir qrafik forma kimi yanaşırlar bir çox hallarda. Yəni mətn mütləq bütöv qalmalı deyə bir şey yoxdur. Biz bunu hətta 2 hissəyə də bölə bilərik. Hətta tamam rahat idarə etmək üçün ümumiyyətlə bir mətnin kopyasını çıxarda bilərik. Alt-la bir yerdə sürüşdürürəm aşağı. Götürək 2 yerə bölək. Helve bu birinci hissə olsun. Bir də bizim burada tika olan hissəsi də ikinci hissə olsun. Və avtomatik başlayıb bunlarla işləməyə. Hətta mətn mütləq xüsusi isimdə olsa, böyüklə başlayıb balacadan davam eləməli deyə ən azından posterlərdə bir üslub olaraq elə bir qaydamız da yoxdur. Götürək biz bunu böyüdək. Hətta bəlkə də aşırı şəkildə böyüdək. Yəni mütləq tekst, mətn həmişə içəridə qalmalıdır. Başlıqlardan söhbət gedir. Yox. Biz onu rahatlıqla böyüdə bilərik, croplaya bilərik, səhifədən kənara çıxarda bilərik. Yetər ki, oxunaqlıq olsun. Yəni baxan adam bu mətnin kəsilməsinə baxmayaraq burada hansı yazının yazıldığını görə bilsin. Tamam, önəmli olan budur. Bizim burada şriftimizin ölçüsü təxminən 507-dir. Gəlin bunu 505 eləyək. Tam dəqiq əmin olaq ki, biz uyğun hissəni seçmişik. Tamam. Və nəyə görə bunu dəyişdim? Çünki bizim aşağıdakı mətnə də eyni ölçüləri vermək lazım gələcək. 2 dəfə tıklayıb giririk içəri və 505 point ölçünü eyni ikinci sətrə də tətbiq eləmiş oluram. Götürək burada müəyyən xəttlər bir-biri ilə müəyyən bir bərabərlik, bir sistemli yaratsın deyə mətni elə şəkildə sürüşdürürəm ki, həm oxunaqlıq əsasən itməyib, həm də bu xəttlər bir-birini tamamlayır. Bir layer seçili olduğu halda əgər kursorla, mouse-la hərəkət elətdirəndə onu ideal belə tənzimləmək çətindirsə, o zaman müəyyən yerə qədər gətirib, ondan sonra layer seçili olduğu halda klaviaturada sola və sağa oxlarla bu şəkildə hərəkət elətdirə bilərsiniz. Dramatik, nəhəng, diqqət çəkən bir mətn bloku təyin elədik və gələk 1957-dən ikinci text blokumuzu belə deyək ki, formalaşdırmağa. Bütün yazıların bold olması şərt deyil, yəni ağır mətnlərlə işləmək biraz sonra dizaynı bəlkə çirkli göstərə bilər. Başlığı olmasa kifayət qədər qalın eləmişik. Gəlin digərini bold deyil də eləyək regular. Qoy elə adi sadə vəziyyətdə olsun.
Böyük ölçülərdə, başlıqlarda biz mənfi trackingdən istifadə edirik. Kütləvi mətnlərdə bir o qədər də bunu tövsiyə eləməzdim. Çünki kiçik ölçülərdə mətnin oxunaqlığı biraz çətinləşməyə başlayır. Biz simvolları biraz da bir-birinə yaxınlaşdırsaq, bu halda oxunaqlıq biraz da çətinləşər. Ona görə də elə cari şəkildə 0 tracking-dən saxlayıram. Heç bir dəyişiklik eləmək istəmirəm. Sətirdən sətirə keçəndə də mümkün qədər sətri elə bölmək lazımdır ki, sətrin sonundakı ilə növbəti sətrin əvvəldəki sözlər bir-birinə çox da bağlı olmasın. Yəni mənaca keçirmədə yəni fikir vermək lazımdır. The type phrase bir yerdə qalsın. Bir sətirdən ikinci sətirə keçirtmək üçün biz shift enter basmalıyıq. Əslində nəzəri cəhətdən enter basanın da eyni şey olur, amma irəlidə görəcəksiniz ki, bir enterlə bir shift enterin arasında kifayət qədər fərq var. Artıq probeli silirəm burada. Shift enter. The type phrase that defined gedək bir sözlə o bir sözün arasında tullanmaq üçün də kursor aktiv olduğu halda klaviaturadakı Ctrl, macOS-də komandı basıb saxlayıb klaviaturadakı oxlarla hərəkət etdirə bilərik. Beləliklə simvol deyil də söz tullanmış olaraq. That defined artı probeli silə shift enter. Bu şəkildə bir 3 sətirdən ibarət sadə əslində bir paragraf deməyə sadə bir cümlə, bir sütun formalaşdırmış oldum. Shiftin ölçüsünə də gəlin burada. Shift ölçüsünü burada təyin elədiyimiz kimi eyni qaydada yuxarıda options barda da təyin edə bilərik. 60 point verək bunu və eyni şeyi də 1957 üçün verə bilərik. 60 point da bizim 1957-nin ölçüsü. Bizim mətnimizin yuxarı hissəsi kənar boşluqlara, mərcinlərə oturub. O zaman aşağını da 1957-ni də bu mərcinə oturdaq və bizim kənardan müəyyən bir əslində boşluq var ki, bu da dizaynın daxilində müəyyən bir sistemlilik yaradacaq. Biz özümüzə bəzən lazım olan daxildə əlavə xəttlər də aça bilərik. View-yə gəlsək, Rulers bölməsinə daxil olsaq ya da klaviaturadan Ctrl-R, Ctrl-R eləsək, avtomatik bizim artboardun, daha doğrusu workspace-in kənarında xəttkeşlər əmələ gələcək. Bu nə üçündür? Məsələn, mən sol tərəfdəki xəttkeşin üzərində basıb saxlayıb mausu daxilə doğru hərəkət elətdirim. Məsələn, mən istəyərdim ki, yaxınlaşdırıb işləməyə daha yaxşı olar. T-nın düz kənarı ilə bir bələdçi xətt davam eləsin. Ki, bu bələdçi xəttdən də istifadə edib sonradan aşağıdakı mətn bloklarını da, xüsusən də nazik hissələri yox, mətnin bu qalın hissələrini, əsas vertikal xəttlərini bu xəttlə uyğunlaşdırım. Eyni qaydada da 1957-ni də ideal şəkildə otuzdurum. Həm bu, həm də bu xəttin üstünə. Məsafələrə gələndə isə, gəlin belə eləyək, həm buradakı məsafəni təxminən bu smart qayıtların da köməyi ilə eyni məsafədə eləyək. Burada təbii ki, biraz da göz ayarı işləmək lazım gələcək. Ümumi tutaq ki, belə bir tipoqrafik poster artıq əlimin altına hazır oldu. Biz əgər bu xəttləri söndürüb yandırmaq istəyiriksə, müvəqqəti olaraq aktiv, deaktiv eləmək istəyiriksə, command nöqtə vergül və ya tutaq ki, command 2 nöqtə klavişini basmaq lazım gələcək ki, aşağıda da bunun görüntüsünü görmüş oldunuz və əslində bu şəkildə biz posterlə bağlı işimizi tamamlaya bilərik, amma müştəriyə 2 alternativ göstərək. Gəlin bütün layerləri götürüb qruplaşdırırıq. Adını qoyuruq da ki, versiya 1. Bir də bu qrupun duplikatını çıxardaq, Ctrl-C. Bu da olsun bizdə versiya 2. Əla 2-nin birdən ancaq bir fərqi olacaq ki, burada hansısa bir foto istifadə edəcəyik. Bir dekorativ formalar da əlavə edə bilərik, lap onu da yoxlayarıq. Bizim məşhur Helvetica şrifti 57-lərdə, 56-57-ci illərdə İsveçrədə istehsal olunub. Orada məşhur bir şrift dizayn studiyası tərəfindən. Sanki ora bir bağlılıq yaratmaq üçün Alp dağlarından bir görüntünü qabaqcadan Unsplash-dən yükləmişik. Bunu kopyalayaq və ataq fonumuzun üzərinə. Ctrl-V. Ölçünü böyüdə elə qoy bizim bütün posteri əhatə eləsin. Sola sağa hərəkət elətdirib müəyyən bir hissəni də tapmaq olar ki, hansı hissədə qalsın. Məsələn, mənim şəklimin sol tərəfində bir boşluq var. Təzədən bu dağları da sağa tərəf yerləşdirsəm, daha sonra sağa meyilli şəkildə mövqeləndirsəm, soldakı boşluq biraz daha yüngülləşmiş olacaq. Yəni bir tərəzi kimi baxsaq dizayna, kompozisiyaya, sağ tərəf ağırdır, sol tərəf isə yüngüldür. Ona görə bu dağı da keçirək, bu boşluğu yerləşdirək. Balans əmələ gəlsin. Təbii ki, bir fotonun üzərində yazını bu şəkildə yerləşdirmək doğru olmaz, çünki oxunaqlıq azalacaq. Bunu biz ağ-qara eləyə bilərik. Shift, Ctrl, U-nu basmaqla foto oldu bizdə ümumi ağ-qara. Opacity və ya fill parametrlərinə müdaxilə edib ümumi fona, gəlin burada bir səliqə səhman yaradaq da. Burada da olsun tutaq ki, 30%. Ümumi fona Alp dağlarının görüntüsünü verdik. Əslində ideal olardı ki,
bu dağın kənarı bu tığın kənarına belə dəydi dəyəcək olmasın. Bunu bir balaca böyüdə bilərik və ya bəlkə içəri doğru keçərək ki, dağlarla Helvetika sözü də bir-birini tamamlasınlar. Və əlavə bir müştəri bəzən qrafik forma, bir rəng istəyərsə də, o zaman yenə İsveçrə rənginə, ölkə identikasına, bayrağına xatırlatma, bir bağlantı vermək üçün də təxminən T hərfinin elə hündürlüyü qədər biraz da sətirdən sətirə keçməyini xatırladan sanki tire ya da defis çəkə bilərik ki, indiki halda yəqin ki, əslində biz bura defis qoymalıyıq. Rəng də göy olmasın. Bir U hərfini basmaqla vektor shape-i aktivləşdirək. Bir vektor shape-in də rəngini dəyişməyini biz artıq bilirik. Üzərində daha çox işləmək olar, amma dərsi çox da uzatmamaq üçün elə bu şəkildə də saxlayaq və artıq bizim əlimizdə müştəriyə təqdim olmaq üçün iki versiya var. Biri sadə tipoqrafik, heç bir dekorasiya olmadan birinci versiya, digəri isə həm fotonun, həm də hansı qrafik formalarını iştirak elədiyi ikinci versiya. Karakter, şrift məsələləri və tipoqrafika belə deyə bilər. Tamam belə əsasları, baza mövzuları hələlik bu qədər. Tipoqrafikada təbii ki, biraz da dərinləşmək lazımdır. Mövzunu təkrar eləyin, bir tipoqrafik poster hazırlayın. Helvetika olması şərt deyil, məşhur, dünyaca məşhur, tarixi az qala, yəni 100 illəri keçmiş, məşhur günümüzdə istifadə edilmiş şriftlər var. Onları axtarın. Onlarla bağlı bu tipli posterlər hazırlayın. Biz də növbəti dərsdə görüşərik.